Amerikanın Dövlət Departamentinin bir rəhbərlərindən biri var idi. O açıq şəkildə dedi. Dedi, bizim məqsədimiz bu bir yol, bir kəmər, yəni orta dəhlizdə Rusiya və Çindən keçməyən bir yol çəkməkdir. Yəni bunu açıq şəkildə demişdi. O O'Brien idi, nə idi? Belə bir onların o Dövlət Departamentinin bir o Cənubi Qafqaz üzrə bir rəhbəri var idi, belə deyək, nümayəndəsi var. O çox O'Brien idi da adı. O çox açıq şəkildə dedi bunu. Dedi ki, biz iki dövləti istisna elədi. İki deyəndə hətta 3 dənə dövləti. İran, Rusiya və Çin. Onlardan keçməyən bir yol nəzərdə tuturuq demişdi. Bu da nə deməkdir? Bu da o deməkdir ki, elə Amerika ona görə gəlib oturubdur burada ki, Çindən gələn mallara, yəni belə deyək də, təbii ki, hamısını eləyə bilməz, amma müəyyən şeylərdə nəzarət eləsin. Çindən hansı mallar keçir, necə keçir, nə qədər keçir, bunlara tam nəzarət eləməsi. Yəni bu həm də artıq bir rəqabətə çevriləcək. Bəli. Bu da açığı mən hesab edirəm ki, o Amerika ilə Çinin Cənubi Qafqazda hesablaşmasında, yəni Ermənistan üzərində. Şükür Allaha ki, bizim ərazilər indi düzdür, indi biz də iqtisadi cəhətdən əziyyət çəkirik, çətinlik olur, Naxçıvanlılar xüsusilə çox ağır vəziyyətə düşürlər, amma hər halda müharibə, yəni belə deyək, o bizim dövlətin xarici siyasəti hesablanıb ki, bu bizi müharibədən, bax, Naxçıvan, prezident açıq da şəkildə dedi dünənləri o çıxışında. ASTV-yə verdiyi müsahibəsində dedi ki, bizim bir nömrəli prioritetimiz təhlükəsizlikdir. Təhlükəsizlikdir, Naxçıvanın təhlükəsizliyi. Naxçıvanın təhlükəsizliyi. Naxçıvanda çünki o təhlükə gözlənilir. Çünki Çinlə Amerika Zəngəzur dəhlizi üzərində hesablaşacaqlar.